So do I, neither do I qaydasının izahı. So do I, neither do I cümlədə mən də həmçinin mənasında işlədilir. Testdə bunu asan yola tapmaq istəyirsinizsə, əvvəlcə cümlənin təsdiqdə yoxsa inkarda olduğuna baxmalıyıq. Əgər cümləmiz təsdiqdədirsə, biz variantlarda so, also və yaxud da to-nu axtarmalıyıq. Neither, either olan variantları çıxmalıyıq. Əgər cümləmiz inkardadırsa, o zaman biz variantlarda neither, either variantlarını axtarmalıyıq. Burada da qeyd elədiyim kimi, they go to park. Sadə cümlələrlə nümunə vermişəm. Onlar parka gedir. Biz variantlarda ya so do I, ya I also do, ya da I do to-nu götürməliyik. Və burada variantlarda da gördüyümüz kimi, so həmişə cümlənin əvvəlində, also ortasında, to sonunda işlənir. Əgər also əvvəlində, to əvvəlində və yaxud da so cümlənin sonunda işlənirsə, bu variantlar səhvdir. İkinci qaydamıza baxaq. Əgər cümlə inkardadırsa, bayaq da qeyd etdiyim kimi, biz variantlarda either və yaxud da neither olan variantları seçməliyik. Məsələn, they don't go to park. Baxırıq, cümləmiz inkardadır. Onlar parka getmədilər. Biz variantlarda ya neither ya da either olan variantı götürməliyik. Məsələn, neither do I və yaxud da I don't either. Neither cümlənin əvvəlində gəlir və neither inkar əvəzliyi olduğu üçün inkar cümlədə işlənmir. Yəni, ondan sonra gələn xəbər inkarda olmur, təsdiqdə olmalıdır. Either isə əksinə, inkarda işlənməlidir və cümlənin sonunda işlənməlidir. Əgər either-ni cümlənin əvvəlində və yaxud da neither-ni cümlənin sonunda verirsə, bu variantlar səhvdir. Variantların forması yazdığım kimi olmalıdır. Və test işləyərkən diqqət edilməli nüanslardan biri də ondan ibarətdir ki, biz cümlənin feillərinə və yaxud da xəbərinə diqqət yetirməliyik. Məsələn, əgər bizim cümləmizin xəbəri to be-dirsə, əmizardırsa, biz variantlarda da əmizar axtarmalıyıq. Yox, əgər bizim cümləmizin xəbərləri do, does-la verilibsə, o zaman biz cümlədə do, does-la olan variantı axtarmalıyıq. Və yaxud da modal feillər, can, could, have to, had to, should və s. verilibsə, onda biz cavablarda da modal feilləri axtarmalıyıq. İndi isə gəlin topludan nümunələrə baxaq. Birinci testə baxaq. Joseph doesn't know German. Joseph Alman dilini bilmir. Baxırıq, burada bizim cümləmiz inkar cümlə olduğuna görə biz cavablarda neither və yaxud da either-ni axtarmalıyıq. Yəni, digər to, so, also olan variantları çıxırıq. Ona görə də to olan variantı C və D variantlarını çıxırıq. Qalır A, B, Y variantı. İndi isə variantların düzgünlüyünə baxırıq. A variantında is verilib, lakin bizim xəbərimiz doesn't olduğuna görə biz is olan variantı götürə bilmərik. Ona görə də A variantını çıxırıq. Biz demişdik ki, either cümlənin sonunda gəlməlidir və inkarda olmalıdır. Ona görə də biz Y variantında çıxmalıyıq. Çünki Bill does either səhvdir. Ona görə də Bill doesn't either variantını götürməliyik. Keçək digər sualımıza. She couldn't explain the reason of her absence. Bu cümlə inkardadır. Couldn't-dan görürük ki, cümləmiz inkardadır. Ona görə də biz either ya da neither olan variantları seçə bilərik. Ona görə B və E variantlarını çıxırıq. So, to olan variantları çıxırıq. Baxırıq A variantına. I could either. Bu variant səhvdir. Nəyə görə? Biz bilirik ki, either olan zaman bizim cümləmiz inkarda olmalıdır. Yəni, burada couldn't olsa variant düzgün olardı. Ona görə A variantı səhvdir. C variantında neither did I ola bilməz. Nəyə görə? Biz dedik ki, cümlənin xəbəri modal feildirsə, cavabda da modal axtarmalıyıq. Ona görə də biz didi verə bilmərik. Burada could olmalıydı. Ona görə C variantı da səhvdir. Amma D variantında isə neither could I. Bu variant düzgündür. Keçək növbəti suala. 27-ci sualda we are planning to go abroad cümləmiz təsdiqdə olduğuna görə biz either və neither olan variantları çıxırıq. Ona görə A, C və E variantını çıxırıq. Qalır B və D variantımız. Əslində iki variant düzdür quruluş olaraq. Sadəcə bizim cümləmizin xəbəri əmizarla, yəni arla verildiyinə görə biz də variantlarda əm-izar axtarmalıyıq. B variantında xəbər do-la verildiyinə görə bu variant səhvdir. Ona görə cavabımız D variantıdır.